mən bugün bir şəhidin il dönümünə getmişdim. Mən yolla gələ-gələ bu şad xəbəri eşitdim. Bu şad xəbəri bizə yaşadan prezidentimizə, Mehriban xanıma öz dərin təşəkkürümü bildirirəm. Allah onlara can sağlığı versin. 9 ildir biz bu xəbəri gözləyirdik. Bugün bu Zəfər Bayramı münasibəti ilə bizi sevindirdilər. Allah bütün Azərbaycan xalqını sevindirsin. Arzu edirəm bütün Azərbaycan xalqı həmişə sevinsin, həmişə əmin-amanlıq içində yaşasınlar. Arzu edirəm kimin ürəyində nə arzu varsa Allah onların arzusunu yerinə yetirsin. Bir də arzu edirəm bu Pəncəli haqqında kimin bir qram əziyyəti varsa, kimin bir kəlmə sözü, bir hərf sözü Pəncəli üçün deyibsə, Allah onlara can sağlığı versin. Allah onları həmişə sevindirsin. Allah onların övladlarının xeyir işini onlara qismət eləsin. İnşallah. Allah onlara can sağlığı versin. Zəfər bayramında prezident elə bilirəm prezident məni təbrik edib. Çox sağ olsun. Allah ondan razı olsun. Minnətdaram prezidentimə də. Mən həmişə hər bir tədbirdə mən öz prezidentimə minnətdarlığımı bildirmişəm. Azərbaycan xalqının başından bizim prezidentimiz bir dəqiqədə əskik olmasın. Teymurov Famil Nurməmmədoğlu. 9 ildir biz bu adı gözləyirdik. Şəhid qardaşım Pəncəli Teymurov bu günləri Cənab Prezident tərəfindən təltif olunub milli qəhrəman adı ilə. Cənab Prezidentə öz adımdan, ailəmizin adından, bütün Teymurovlar adından öz təşəkkürümüzü bildiririk. Sözün əsl mənasında bu Azərbaycan xalqına verilən dəyərdir. Biz Cənab Prezidentə minnətdarlığımızı bildiririk. Allah onun var eləsin. Allah heç vaxt onu Azərbaycan xalqının başı üzərindən əskik etməsin. Bütün Pəncəli sevərlər adından öz təşəkkürümüzü bildiririk. Çox sağ olun, minnətdarıq. Xəbəri necə eşitdiniz və hansı hissləri eşitdiniz? Xəbəri əlbəttə ki, xəbəri 3 saat əvvəl eşitmişik. Onu eşidəndə mən Astara Lənkəran Regional Təhsil İdarəsində mən tədbirdə idim. Xəbər mənə çatanda mən oradan Astaradan, Lənkərandan çıxdım. Astaraya gələndə mən maşında ağlaya-ağlaya gəlmişəm. Ona görə mən Cənab Prezidentə öz təşəkkürümü bildirirəm. Kaş gərək atamız Nurməmməd ki sağ olaydı, sağlığında bunu görəydi. İnşallah ruhu şad olacaq. Minnətdarıq. Sevincimizin həddi hüdudu yoxdur. Buna görə minnətdarıq. Yaşasın Azərbaycan xalqı, yaşasın Cənab Ali Başkomandan. Əlbəttə ki biz dəmir yumruq kimi birləşib Cənab Prezidentin müdafiəsinə hər zaman hazırıq. Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan bütün şəhidlərin ruhun qarşısında baş əyirik. Yaşasın bizim zabitlərimiz, əskərlərimiz. Bugünkü gündə səngərdə duran, bizi qoruyan əskərlərə biz borcluyuq. Allah onları qorusun. Azərbaycan bayrağı dünya üzərində həmişə yüksəklərdə dalğalansın. Şükürlər olsun. Bu dalğalanır və dalğalanacaq. Həqiqətən bəzi şeylər var ki, bizim əlimizdə deyil. Amma mən bunu sirf ürəklə deyirəm, həmz ürəklə deyirəm. Hər zaman xalqım üçün, vətənim üçün, torpağım üçün canımla, qanımla keçməyə hazıram. Və həmişə özümə arzu eləmişəm ki, vətənim üçün şəhid olun. Azərbaycan Respublikasının 3 rəngli ay ulduzlu bayrağı ilə bükülüb tabutun dəfn olmaya geçsin. Hamınızı öpürəm.